Salamlar, vaxtınız xeyir olsun. Mən Dadaş Əliyev sizlərə C# və SQL arasında əlaqələndirmə proqramını düzəldəcəm və biz proqramın daxilində SQL bazasını dolduracağıq. Bunun üçün bizə C# proqramlaşma dili və SQL lazımdır. MS SQL lazımdır. Bunun üçün biz ilk öncə MS SQL-də bazamızı doldurmalıyıq. SQL Server Management Studiyanı açırıq. 2012 versiyası var məndə. Bunu açandan sonra isə Connect düyməsini basırıq. Database'imiz var. Database'in daxilində müxtəlif bazalar qurmuşuq və yeni bir database hazırlayaq. New database. Database'in adını qoyaq. Misal. Və OK düyməsini basırıq. Misal database yarandı. Və bu misal database'in daxilində tables bölməsi var. Tables'ın üzərinə gəlib New Tables bölməsini seçirik. Burada biz sütunlarımızı daxil edirik. İlk öncə yazaq ad, soyad. Ayrı-ayrı yazsaq sütunlarımız çox olsun deyə. Onun üçün burada da soyad yazırıq. Burada da ikisində də ensar qoyuruq. Nəyə görə ensar olur? Həm int tipini qəbul eləsin. Int tipini necə? Yəni rəqəm də yazmaq olsun. Char tipindən də, yəni hərf də daxil etmək olsun. Ən azı 30 simvol yaza bilərik biz burada. Sonra yaza bilərik yaş. Yaşda int qoyacağıq. Int tipini istifadə edirik. Və ixtisas qoya bilərik. İxtisas. Burada da ensardan istifadə edirik. 30 simvol əlavə edirik. Bunları daxil edəndən sonra Ctrl+S düyməsini basıb yaratdığımız deməli table-a ad veririk. Table 1 kimi də qala bilər və özümüz ad da daxil edə bilərik. Misal cədvəl qoyaq. Misal cədvəl qoyuruq. Ok basırıq. Və yaddaşa düşdü. Və biz keçirik C# proqramlaşma dilində proqramı yazmağa. Sazdat proyekt bölməsini seçirik. Windows Application, Form Application seçirik biz burada. Forms səsindən Windows Forms Application 3 adını dəyişirik və qoyuruq tapşırıqlar. Üzr istəyirəm. OK düyməsini basırıq və tapşırıqlar altında proqramımız işləyəcək. İlk öncə biz bura label'lar, text box'lar əlavə edirik. Label hər hansı bir sözü ekranda göstərməyimiz üçün bizə ən çox lazım olur və adını qeyd edirik. Yəni SQL-də yaratdığımız tabliçanın sütunlarını da qeyd edirik. Ad daxil etdik.
qarşısında .virgül qoyuruq. Və bunları kopyalayırıq. Bunları belə yazandan sonra və label'ların özlərinə ad qoyduq. İndi isə text box'lar daxil edək. Text box'ı bu hissədə yaza bilərik. Axtarmağımız üçün qeyd etməliyik və bunları kopyalayırıq 4 dənə. Kopyasını çıxarırıq. İndi isə bizə lazım olan data grid view lazımdır. Data grid view. Onu da belə bir bu cür göstəririk bura. Və bizə butonlar lazımdır. Yəni düymələr. Buton düymələrini qeyd edirik. Və bu hissədə adını daxil edə bilərik. Balsaya daxil et. Daxil et. Yəni bunu deməli adı yazandan sonra bunu hətta ölçüsünü böyüdə bilərik. Forms. Daha doğrusu font hissəsindən 10 etsək kifayət edər məncə. Düyməni yazdıq və bu düymənin daxilində kodlarımızı yazırıq. Bismillah deyərək kodlarımızı yazmağa başlayaq. Using system. Yəni bunu yazıram ki SQL elementləri kod yazarkən yazmaq üçün bizə şərait yaradılsın. Yəni SQL yazırıqsa SQL kitabxanasından istifadə edə bilək rahatçılıqla. SQL connection qeyd edirik bura. Connection qeyd etdik və bura ad veririk. Bağlantı bərabərdir new və SQL connection yerindən qeyd edirik və mötərizə içərisində yazırıq ki deməli data source deməli bərabərdir dadaş. Yəni biz burada bunun adını götürürük. Dadaş qeyd edəndən sonra isə .virgül qoyuruq və initial səhv yazdım. Bura qoymamalıydıq biz bura. Initial katalog hissəsinə qeyd edirik database'imizin adını. Database'in adını da qeyd edirik və integrated security true daxil edirik və bunu daxil edəndən sonra isə .virgülümüzü qoyuruq. Dostlar, deməli bura qədər yazdıq və çatdıra bilmirik. Bandinzam proqramı 10 dəqiqə olduğu üçün heç cür çatdıra bilməyəcəyik. Yəni ikinci videoda bu proqramın yazılmasının ardını gözləyə bilərsiniz. Təşəkkür edirəm dinlədiyiniz üçün. Sağ olun.